Brilliant Dadaşovanın Qalmaqaldan cavab illərlə qalmaqalı olub. Tuncali xanımın ailə məsələsi, boşanma xəbəri illərlə qalmaqal olub. Səidə Sultanın da qalmaqalları hansı? hansını sadalayaq? Bütün siz sadalayın. Digər həmkarı ilə bir qalmaqalmışdı. Qrup üzvündən biri ilə qalmaqalmışdı. Sonra sosial verilişdə bir qalmaqalmışdı. Bayağı müğənnilərlə yaşadığı o qalmaqallar ki, onları tənqid etmişdi. Əminə Şirinlə onun qalmaqalı da ölkə gündəmini zəbt etdi. Samir Pireyevin bu yaxında elə Nigar Camalla qalmaqalı hətta layihə etməyə hazırlaşırlar. Samir Pireyevin xanımının girib yazdığı bir status aləmi qatdı bir-birinə. Samir Bağırovun, elə Samir Albayevin qalmaqalı, İzzət Bağırovun məlum qalmaqalı, yəni qalmaqalı olmayan şou camiyyəsində adam varmı? Lalə Məmmədovanın Elçin Əlibəyli ilə qalmaqalı, yəni hər birinin qalmaqalı olur. Hansısa bir sözə cavab demək, qalmaqal sayılır. Bir insan məsəl mənim haqqımda söz deyir. Mən sözə cavab verirəm, o qalmaqal sayılır. Yəni cavab verirsinizsə əgər, təbii ki, qarşı tərəf də sizin cavabınıza cavab verəcək və bu çevriləcək qalmaqal. Bax, İqədə xanım, bir söz deyim. Siz də neçə illik peşəkarlısınız. Sən də neçə illərdir televiziyada verirsən. Susmaq yaxşı deyilsə cavab qaytarır. Yox, mən heç vaxt susmaram. Heç vaxt, əsla. Amma mən susuram. Baxın harada, elə məqamlar var ki, mütləq siz orada öz hüquqlarınızı müdafiə eləməlisiniz. Siz özünüzü müdafiə eləməlisiniz. Ad çəkə bilirsinizmi? Ad çəkə bilirsinizmi? Reklama yazılan. Bunlar əslində hamısında olur. Daha çox... Yetərinci ipucu verdik. Səidə Sultan qıza verirsiniz. Qalmaqallar kraliçası. Bu qavrana görə. Aynur Dadaşova susur. Aynur Dadaşova susur. Amma bir sualımız var. Musiqimizə xidmət üçün deyil, pul qazanmaq üçün müğənnilik edən kimdir bu kolajda? Cavabını reklamlardan sonra